dostlar, bugünkü çəkilişimizi ilk addımlar adlandırmağı düşünürəm. Bunun iki səbəbi var. Birincisi odur ki, biz bu avtobusu Gəncədən gətirəndən bəri yerindən tərpətməmişik, işə salmamışıq. İkincisi də odur ki, bu ikinci çəkiliş bizim karavana doğru gedən yolda ilk addımlarımızdır. Yəni, mən bu bir neçə ay ərzində bəzi hissələri, detalları imkan etdikcə xırda-xırda alıb yığmışam. Və onlardan bəzilərini mühərrikin üzərinə quraşdıracağıq, mühərriki işə salacağıq. Digərlərini isə avtobusun sonraki təmir mərhələlərində istifadə edəcəyik. Bugün həm də mənim atamın 75 yaşı tamam olur. Allahdan ona can sağlığı, uzun ömür arzulayıram. Və cəmi valideynlərə, övlad qayğısı çəkən atalara, analara can sağlığı, uzun ömür və xeyirli övlad arzulayıram. Beləliklə, bugünkü çəkilişimizdə mən sizlərə nələr almışam, hansı işləri görəcəyik, ilkin olaraq onları təqdim edəcəyim. Və bu ilk addımlar atılmalıdır ki, karavana doğru gedən yolumuz üçün sonraki mərhələlərə də yaşıl işıq yansın. Dostlar, mühərrikin üzərindən bəzi hissələri açıb çıxartmışam. Karbüratorun üzərindəki hava filtridir. Sökmüşəm, yuyub təmizləmişəm benzində. Burada mərkəzdən qaçma yağ filtridir. Yağ filtrlərinin cürbəcür növləri olur. Bizdə isə mühərrikdə mərkəzdən qaçma yağ filtridir. Söküb təmizləmişəm. İçərisindən çoxlu qır şəkilli yağ təbəqəsi çıxdı. Bu qapağı da qoymuşam ki, həmin mərkəzdən qaçma filtrini quraşdırana qədər toz və çirk düşməsin içəri. Və eyni zamanda burada qırıcı paylayıcıdır. Qırıcı paylayıcının qapağını çıxartmışam. Həmin bu qapaqdır. Bunu da təmizləmişəm. Qırıcı paylayıcı üçün, alışdırma sistemi üçün yeni naqillər almışam. Bu qırıcı paylayıcıdan elektrik şamlarına gedən naqildir. Bunu yenisi ilə əvəz edəcəyik. Və generatorun fırçalarını çıxartmışam. Fırçalar pis vəziyyətdə idi. Onu da təzəsini almışam. Təzə fırçalar qoyacaq üzərinə. Burada isə alışdırma sisteminin alışdırma dolağı var idi. O çıxarılıb, yuyulub, təmizlənib, kronşteyn rənglənib. Ümumilikdə mühərrikə səthi də olsa əl gəzdirmişəm. Üzərini örtmüşəm ki, tozdan, kənar cisimlərdən qorunsun. Həmin hissələr mühərrikin üzərinə quraşdırılandan sonra, yağ əlavə olunandan sonra mühərrik işə salınacaq və maşın işlək vəziyyətdə olacaq. Mühərrik ona görə işlək vəziyyətdə olmalıdır ki, hər an lazım gələndə maşını ustaya, təmirə və yaxud da texniki baxışa aparmaq mümkün olsun. Bu yağını dəyişmək üçün qazanı çıxartdıq. Yuyulub təmizlənəcək bunlar benzinlə. Bura yağ tökülür. Havadakı tozu, çirki tutmaq üçün o hava filtridir. Karbüratorun üzərinə oturur. Bu da yağ filtridir. Mərkəzdən qaçma yağ filtridir. Qulaqlı qaykası olur bunun. Bunu açsam qapağı çıxardırıq. Birinci dəfədir. Qaz 53 mühərriyinə aid detalı sökürəm. Sonra bunun özü də çıxmalıdır. İçində bunun tor olur deyirlər. Mən görməmişəm. Həmin tor yuyulmalıdır. Onun üçün bu qaykanı əvvəlcə açmalıyıq. Belə bir filtrdir.
Bunlar hamısı yolub təmizlənməlidir. Bu yağ filtrinin qapağıdır. Yudum, təmizlədim. Daxili qapağı açdım. İçərisi belə bir vəziyyətdədir. Yəni belə yağ qatı, yağın əmələ getdiyi çirk qatı var içində. Hava filtrini yudum benzindən içərsin. Bir də yuyacağım. Bura benzin tökdüm. Bu yerlərə benzin çilədim. İçərisində bunun yağ var, toz var. Onların bir miqdarını təmizlədim bu yolla. Bu da qapağıdır, yağ filtrinin. Bunu da yudum benzindən. Bunları metal fırça ilə rahat təmizlənir. Bunlar da gözləri tutulmuşdu. Xüsusi bir tərəfi kar, digər tərəfdən yuvası olan qayqalardır. Tordur, setkası deyirlər yağ filtrinin. Burada olur. Şaybalarıdır həmin bu qayqaların. Hava filtri, qazan dediyimiz hissə alt tərəfidir, üst tərəfidir. Bunun içərisində də xüsusi tor var. Belə ədəbiyyatda yazılana istinadən deyirəm. İçərisində iplərdən və yaxud da hansısa yun materialdan hörülmüş tor şəkilli bir hissə var. Hansı ki havadakı çirki ora qopur. Yağla, yağ zərrələri ilə bir yerdə. Ona da bura benzin tökdüm. Bu aralara benzin tökdüm. Biraz çalxaladım, süzüldü. Qara çirk mazut çıxdı. Bu da təmizləndi. Üst tərəfdir. Bunlar sonradan avtobusumuzun mühərriki kosmetik təmir olunanda rənglənəcək hamısı. Bu hissə olduğu kimi qalacaq. Bunun rənglənməyinə ehtiyac yoxdur. Bu da iç qapaqdır filtrin. Həmin bu çirkli yağ bunun divarlarına yapışmışdı. Bunu təmizlədik. İçərdən də ağarına qədər sürtdük. Belə. Mühərrikə yağ tökməzdən öncə bunlar təmizlənməli idi mütləq şəkildə. Və eyni zamanda karbüratora gedən hava qarışığı təmiz olsun deyə hava filtri də təmizlənməlidir müəyyən perioddan bir. Beləliklə detallar yuyulub təmizlənib. Bunu sonradan mühərrikin üzərinə quraşdırıb təmiz yağı mühərrikə tökmək olar. Həmin hissələri bu qutulara yığmışam. Gördüğünüz kimi elə çox şey almamışam, amma az da deyil. İndi bunları bir-bir sizlərə nümayiş elətdirəcəyəm. Hansı hissə harda istifadə üçün nəzərdə tutulub və sonra da bu hissələri bəzisini hansı ki mühərrik üçün nəzərdə tutulub, onları mühərrikin üzərinə quraşdırandan sonra avtobusu işə salacağıq.
Yağ filtridir. Bu bizə lazım olmayacaq. Çünki bizdəki mühərrikdəki yağ filtri mərkəzdən qaçma yağ filtridir. Elektrik şamlarının naqilidir. Elektrik şamlarıdır 10 ədəd. Bizə 8 ədəd lazım gələcək. Müştüklərdir. Bunlar elektrik şamlarının üzərinə keçirilir. Bu naqillər də bu arxa hissədən keçirilir bu müştüklərə. SSR-nindir. Arxa faralardır. İşə salma açardır. Dostlar, aldığım hissələr hələ ki bunlardır. 2 ədəd arxa stoplar, arxa fənərlər, arxa fənərlərin şüşəsi əlavə olaraq ehtiyat üçün götürmüşəm. Sonra 2 ədəd ön faradır. Bunlar da SSR-də istehsal olunub. Hər ikisi eynidir. Məndə sürücü tərəfə düşən fara bundandır. SSR-də istehsal olunub. Orijinal özünündür. Sərnişin tərəfə düşən fara isə Rusiyada istehsal olunub. Görünür, özünki qırılıb, sonradan əvəz ediblər. Təmir zamanı mən Rusiyada istehsal olunan faranı bunu ilə əvəz eləyəcəm. Sonra işə salma açardır. Alışdırma şamlarıdır. Alışdırma şamlarının naqilləridir. 2 ədəd arxa qabarit işıqlardır. Cihazlardır. Yağ təzyiqi cihazıdır. Ampermetrdir. Digər cihazları da ola bilsin aldım. Ola bilər də ki, elə panelin üzərindəki cihazları restavrasiya elədim. Hansılar ki almamışam. 2 ədəd işıq əks etdiricidir. İşıq qaytaranlardır. Generatorun fırçasıdır. Təzə. 4 ədəd arxa köməkçi əlavə resorların rezin zərbə uducularıdır. Spidometrin trosudur. Spidometrin özüdür. Açıb göstərəcəm onu da sizə. Rezin daraqdır. Bu rezin daraq mühərrikin üzərində çıxıntı var. Keçirilir ora və bu naqillər də bu aralara oturdulur ki, yerindən çıxmasın, tərpənməsin. Sürətlər qutusunun dəstəyinin başlığıdır. Sonra sağ-sol dönmə siqnallarının dəstəyidir. Belə bir keyfiyyətli məhsuldur. Bu dəstək metaldandır. Özü də xromlanıb. Məndə isə avtobusun özününki plastikdir. Və relədir. Həmin sağ-sol dönmə siqnalının relesi 3 kontaktlı relədir. Bu da SSR-də istehsal olunub. Və belə bir jalüzdür. Radiatorun qarşısında olur. Məndə avtobusda bunun yeri var, özü yoxdur. Görünür, ya əvvəldən olmayıb, ya da ki, çıxardıblar sonradan, ehtiyac olmayıb, yəqin. Belə bir hissələrdir. Onu da deyim ki, bu arxa fənərlər, arxa stoplar Rusiya istehsalıdır. Məndə isə avtobusun üzərindəki SSR-də istehsal olunandır. İstəyirəm ki, həmin arxa stoplar SSR-də istehsal olunan arxa stoplarla əvəz edilsin. Çünki bu maşın özü o zaman istehsal olunub və əvəzlənən bütün detalların, hissələrin əgər tapılması mümkündürsə, Sovet zamanında istehsal olunan hissələrlə əvəz olunması daha yaxşıdır. Həm maşının orijinallığı qorunub saxlanılır, həm də ki, o zamanki detallar indi
Rusiyada istehsal olunan və yaxud Rusiya adı ilə istehsal olunan detallardan daha keyfiyyətli idi. Nəinki indikilər. Bu hissələrin bəziləri də onu da deyim ki, hədiyyədir. Elşən əmi mənə hədiyyə eləyib. Hansıları ki, onun dükanından almışam. Aldığım hissələrin hamısını mənə bazar qiymətindən çox aşağı qiymətə verib. Bəzilərini də hədiyyə eləyib. Çox sağ olsun, təşəkkür edirəm bir daha buna görə. Elşən əminin Sumqayıtda maşın ehtiyat hissələri bazarında dükanı var. Bütün Zil, Qaz, Qazel, Uvaz, Volga maşınlarının ehtiyat hissələrinin satışı ilə məşğuldur. Həm də onu da deyim ki, keyfiyyətli mallar satır. Yəni belə qablaşması keyfiyyətli olan mallardır, məhsullardır. Qiyməti də münasibdir. İndi isə əlavə cihazları sizə göstərim. Əlavə nə almışam. Dostlar, gördüyünüz bu cihazlardan başqa əlavə cihazlar da almışam. Belə bir taxometrdir. Mühərrikin dövrlər sayını ölçür. Vaz 2106 markalı avtomobillərdə istifadə olunur. Bu cihaz paneli ilə birlikdə almışam. Mənə lazım olan bu dövrlər sayını ölçmək üçün olan cihazdır. Digər cihazlar isə salamatdır. İzləyicilərimizdən kimsə istəsə, kiməsə ehtiyacdırsa hədiyyə edə bilərəm. İşlək cihazlardır. Düymələri də işləyir bunların. Və əlavə olaraq belə bir saat da almışam. Qaz 21'lərdə istifadə olunurdu bu saat. Səhv eləmirəmsə. Bu saatı da sürücünün cihazlar panelinə yaxın bir yerdə quraşdıracağım. Və yaxud da ki, sərnişin oturacağına yaxın bir yerdə. Şərhlərdə məsləhət verə bilərsiniz. Ön paneldə hansı tərəfə quraşdırılsa daha münasib olar. Çünki informativ olmalıdır. Həm sürücü rahat görməlidir bu saatı, həm də sərnişin. Bunlardan başqa dəmiryolçu dostumuz İlhan bəy belə bir hədiyyə verib. Sərnişin vaqonlarının arxa qabarit xəbərdar edici siqnal şüşələri, işığın şüşələridir bunlar. Belə bir qırmızı şüşədir və bu da onun ön şüşəsidir. Bu cür şüşələr sərnişin vaqonlarında istifadə olunur. Yəni 2 ədəd yuxarıda olur, 1 ədəd də sağ tərəfdə, aşağıda. Arxadan gələn lokomotivi xəbərdar etmək üçündür ki, qarşı tərəfdə sərnişin vaqonu var. Bildiyiniz kimi mən ixtisasca dəmir yolçuyam və bizim bu avtobusumuzun da texniki pasportunda avtobus vaqonu yazılıb. Ona görə də istədim ki, həmin bu avtobusda vaqondan hər hansı bir nişanə, əlamət olsun. Ona görə də sağ olsun dostumuz İlhan bəy belə bir şüşələr hədiyyə elədi. Çox güman ki, bu qabarit işıqlarının yerinə bunları vurduq avtobusa. Amma o da deyim ki, bunların korpusu olmadan istifadə etmək mümkün deyil. İndi dostumuz bizə korpusunda bunun verməlidir. Gələcəkdə baxacağıq, hələ görək hansı daha yaxşı tutar, hansı daha yaxşı alınar. Dairəvi qabarit işıq, yəni avtomobilin öz fənəri, yoxsa ki vaqon. Sonra və qeyd etdiyim kimi speedometri göstərim. Bu belə bir keyfiyyətli qablaşması var.
Belə bir yeni speedometrdir, sürət ölçən. Bu da SSR'də istehsal olunub. Üzərinə 11-82 yazılıb. Bilmirəm, ola bilər ki, istehsal tarixidir. 11-ci ay 1982-ci il. Dəqiq bilmirəm. Bilən varsa yazsın. Belə. Biz növbəti addımda birinci növbədə mühərriki işə salacağıq. Bunun üçün həmin bu elektrik şamlarının kabellərini quraşdıracağıq. Sonra yağ filtrini və hava filtrini mühərrikin üzərinə bərk edəcəyik. Ondan sonra isə avtobusu işə salıb ərazidə bir dövrə vuracağıq avtobusla. Görək özünü necə aparır. Mühərriki nə cürdür. Ümumiyyətlə avtobusda vaxta qədər sürməmişəm mən bunu. Sürülməyib. O vaxtdan gətirilib, saxlanılıb, nə cür varsa o vəziyyətdə də qalıb. Hələ inanırsınız, heç bilmirəm ki, bu sürücü oturacağının arxasında çanta var, alət çantası. Onun içərisində nə alət var, nə yoxdur. Bəzi şeylər də çıxdı avtobusdan, müxtəlif hissələri. İçərisində istifadəyə yararlısı da var, yararsız da var. Onları da sizə göstərim. Belə borulardır, yanmış məftildir. Sonra naqillərdir müxtəlif. Və bəzi xırda hissələrdir. Hansı ki içində bizim işimizə yarayanı da var, yaramayanı da var. Bu da qayışdır. İstifadə olunmuyor. Unuttum deyim, burada bir benzin filtri də var. Amma bunu Jubli için almışam. Avtobusa ehtiyacı yoxdur. Dostlar, harda daha münasib olar bu saatı quraşdırmaq? Burada, mərkəzdə və yaxud da sağ kənar tərəfdə. Onu da qeyd edeyim ki, Sovet avtomobillərində bəzilərində uvazlarda səhv eləmirəmsə var, sonra qaz 53'lərdə burada saat yeri olur. Əslində bəzilərində də hətta quraşdırılıb saat. Məncə burada olsa daha yaxşı olar. Həm mən buradan rahat görə bilərəm saatı, həm də sərnişin də görə bilər. Bu da bizim cihazlar panelidir. Sürət ölçəni də panelin üzərində də quraşdıra bilərik və yaxud da kənara da qoya bilərik. Belə bir qaydada. Və yaxud da burada. Ona hələ baxacağıq. Bunu nə formada quraşdıracağıq. Ona kimi hələ var. Onu da deyim ki, bu detalları, bu hissələri mən belə bir kataloqdan öyrənirəm. Kavz 685 markalı avtobusun kataloqudur. Bu kataloqda bütün hissələr avtobusun təbii ki kuzasından başqa Kuban avtobusu ilə eynidir. Bütün hissələr. Çünki bunlar da qaz 53'ün bazasında yığılıb. Demək olar eyni maşınlardır, göstəriciləri, hər şey. Sadəcə kuza fərqlidir. Bunlar kapotlu versiyadır avtobusun. Kubanda isə kapot yoxdur. Kapot salon daxilindədir. Onu da deyim ki, Kuban avtobusu karavan kimi daha yararlıdır. Nəinki bu Kavz. Çünki motorxana çöl hissədədir və burada kuzanın həcmindən belə deyək də
tam istifadə olunmayıb. Yəni təsəvvür eləyin, bu burun hissədir avtomobildə, sükansa arxadadır. Yəni yerdə biraz uduzmuş oluruq ərazi baxımından. Amma bu avtobusların nisbətən uzun versiyaları da var və karavan kimi istifadə də olunur. Rusiyada həvəskarlar var, bu işlərlə məşğuldular. Bu çox faydalı kataloqdur. Görürsünüz, eyni cihazlar panelidir, eyni cihazlardır, eyni hissələrdir. Məsəl üçün, bu arxa fənər. Gördüyünüz kimi həmin baxın, bu fənərdir. Həm bu fənərdir. Bu da SSR-də istehsal olunub. Və burada da eyni zamanda elektrik sxemidir. Bunu kserkopiyadan çıxartmışam. Müəyyən qeydlər aparıram kitabçada. Həmin qeydlər əsasında da lazım olan təmir işlərini, belə deyim, sökmə, yığma işlərini aparıram. Bu yağ filtridir. İndi birinci növbədə biz bu yağ filtrini quraşdıracağıq mühərrikin üzərinə. Belə bir maraqlı, faydalı kataloqdur. Düzdür, texniki universitetdə lazım olmadı. Qalaq-qalaq bu kitabları tullayırdılar. Amma bizə lazım oldu. Dostlar, növbəti gündür. Bu günləri mühərriyin üzərindən açdığım hissələri yerinə bağlayacağım. Yağ filtridir, hava filtridir. Sonra qırıcı paylayıcının kabellərini qoşacağım. Alışdırma sisteminin dolağını qoşacağım. Generatora fırçanı bərkidəcəm. Ondan sonra isə çalışacağıq, avtobusu işə salaq.
Dostlar, həmin hissələrin mühərriyin üzərinə quraşdırmazdan öncə mən onları sizə nümayiş etdirəcəyəm. Yağ filtridir, hava filtridir. Bunlar yuyulub təmizlənib. Və onu da qeyd edeyim ki, bunlar çox dəfəli filtrlərdir. Yəni ki, müəyyən perioddan bir onları yuyub təmizləmək lazımdır və üzərinə quraşdırmaq lazımdır ki, mühərrik normal şəkildə işləyə bilsin. Amma bundan sonraki versiyalarda belə deyək, yağ filtri məsələn xüsusi kağız filtridir, süzgəcli filtridir. Müəyyən perioddan bir çıxarılıb atılır, yerinə yenisi qoyulur. Və eləcə də hava filtri. Bir şey yaxşıdır ki, burada yəni çox dəfəli filtr artıq xərc tələb eləmir. Mənim fikrimcə belə daha münasibdir. Sadəcə müəyyən müddəti var. Mühərrik maşın müəyyən kilometri qət etdikdən sonra onları benzində yuyub təmizləmək lazımdır. Yağ filtrinin qaykalarının, şaybalarının hansı ardıcıllıqla yığıldığını aydınlaşdırmağa çalışıram. Çünki keçən dəfə bunu sökəndə fikrimdən çıxdı. Nə harda idi. Bu süzgəc buradadır 100%. Sonra şayba, yaylı şayba və qayka. Belə bir ardıcıllıq. Sonra silindrik qapaq bağlanır bura. Möhkəm sıxmaq lazım gələcək. Alətlə sıxılmalıdır. Və üstdən də qapaq olacaq. Mühərrikin üzərinə quraşdırılacaq hissələr bunlardır. Yağ filtridir, mərkəzdən qaçma yağ filtridir. Mərkəz hissədən yağ təzyiqlə, yağ nasosunun köməyi ilə təzyiqlə daxil olur bu korpusa. Burada isə belə bir jiglyorlar var. Porsunka da deyə bilərik. Və təzyiqlə bunlardan çıxanda burada deşiklər var. Həmin bu deşiklərdən çıxanda deşiklər özü də bir-birinə əks istiqamətdə dayanır. Yəni deşim biri üzü tutaq yuxarı baxırsa bu vəziyyətdə, biri aşağı baxır və yağ şırnağı reaktiv axın əmələ gətirir və bu filtri fırladır yüksək sürətlə. Fırladanda mərkəzdən qaçma qüvvələrinin təsiri ilə yağ bu divara yapışır, belə deyək. Daha doğrusu yağın tərkibində olan hansı ki süzgəcdən biz tökürük yağı mühərrikə, tam süzülmür. Yağın istər-istəməz tərkibində nəsə olur. Xırda, belə deyək də, kənar tərkiblər. Onlar yapışır bu silindrin divarına, bu yağ filtrinin silindrik divarına və təmiz yağ isə
mühərrikə gedir. İş prinsipi təxminən belədir. Sonra bu qırıcı paylayıcının qapağıdır. Kabelləri də var burada. Təzə kabellərdir. Alışdırma sisteminin dolağıdır. Bunu da bu SSR-də istehsal olunub. Korpusunu rənglədim, təmizlədim, rənglədim. Sonra kronşteyni rənglədim. Burada kontaktları təmizlədim. Biraz kirlənmişdi. Və bu da bizdə hava filtridir. Bu hissəyə təxminən yarım litr yağ tökülür. Sözünü düzü bilmirəm, nə yağdır? İşlənmiş yağdır, yoxsa təmiz mühərrik yağ tökmək lazımdır. Onu bilmirəm. Yəqin ki, təmiz yağ tökülməyi daha məsləhətli olar. Bunun da iş prinsipi belədir ki, soğurma nəticəsində hava bu aralardan daxil olur içəri, qazanın içərisinə. Və dibdə yağ olduğu üçün havanın tərkibində olan toz və s. sürətlə gəlib, hava bu yağ səthinə çatanda artıq istiqaməti kəskin şəkildə dəyişir. Həmin yağ cisimlər, toz yağın üzərinə çökür. Təmiz hava isə bu yarıqlardan və bu hissələrdən daxil olur filtrə. Bunun özü daxilində də filtr var və yağın bir miqdarı da həmin filtrə sovrulur. Yəni filtrin özü də içəridən yağlı olur və tozun bir miqdarı da həmin filtrlərdə saxlanılır. Ondan sonra isə təmiz hava karbüratora daxil olur. Bunu da müəyyən perioddan bir benzində yumaq lazımdır. Özdə xeyli benzin gedir bunu yumağa ki, təmiz olsun. Və bu da fırçalardır. Generatorun fırçalarıdır. Həmin fırçaları generatorun üzərinə quraşdıracağıq. Burada generatorun üzərindən çıxan öz fırçasıdır, korpusu keyfiyyətlidir. Amma bu korpus elə də keyfiyyətli korpus deyil, amma işimizi aşırmağa imkan verir. Odur ki, onu quraşdıracağıq. Ondan başqa burada motorxananın fənəridir. Bunu çıxartdım, təmizlədim, rənglədim. Satışda da var bunlardan. Bunu quraşdıracağıq. Belə. İndi isə həmin bu hissələri quraşdıraq.
Bu da hava filtri. Bunlar yağ filtrdə, hava filtrdə çox fərqli filtrdir. Yəni burada bunların belə deyək də filtri süzgəci dəyişdirilmir. Quraşdırıldığı müəyyən perioddan bir yuyulmalıdır, təmizlənməlidir. Bizim bu yağ filtri bayaq qeyd etdiyim kimi mərkəzdən qaçma filtridir. Yağ filtrlərinin cürbəcür növləri var. Mexaniki süzgəcili var. Gravitasiyalı var. Mərkəzdən qaçma filtrisi var. Maqnitli yağ filtri var. Və s. Dostlar, yağ filtrini quraşdırdıq. Hava filtri, generatorun fırçası qoyuldu. Alışdırma dolağını bağladıq mühərrikin üzərinə. Amma hələ kabellərin, naqillərini qoşmamışıq. Belə bir kontaktlar bərkitdim naqillərə ki, daha səliqəli və rahat olsun açıb bağlamaq. Və qırıcı paylayıcını qoşacaq indi. Bunun üçün əvvəlcə qapağı bağlamaq lazımdır üzərinə. Burada bildiyiniz kimi bu mühərrik 8 silindrlidir. Yəni 8 ədəd alışdırma şamı var. Və həmin alışdırma şamlarından kabellər
qırıcı paylayıcının gördüyünüz bu qapağındakı yuvalara qoşulur. Burada ardıcıllıq belədir. Bu qapağın üzərində görürsünüzmü? Burada bir rəqəm qeyd olunub. Bu o deməkdir ki, birinci silindrin şamı, naqil bura qoşulur. Yəni birinci silindirdəki alışdırma şamının naqili bu yuvaya qoşulur. Burada da silindirlərin ardıcıllığı belə gedir. 1, 2, 3, 4, 5, 6, 7, 8. Ardıcıllıq bu formadadır və bu bir isə o deməkdir ki, bəlkə qeyd etdiyim kimi birinci silindirin alışdırma şamının naqili bura qoşulacaq və ardıcıllıq belə bir qayda ilə gedəcək. 1, 5, 4, 2, 6, 3, 7, 8. Və burada qapağın altında belə bir çıxıntı da var. Belə bir çıxıntıdır. Və bu qırıcı paylayıcının korpusunda da burada da çıxıntı var. Bunu yəni səhv taxmaq mümkün deyil. Belə bir qaydada taxırıq. Kilidini vururuq bunun. Ondan sonra isə kabelləri taxırıq. Mərkəzi kabeli isə bu alışdırma sisteminin dolağının çıxıntısına qoşulur. Buradakı yuvaya qoşulur. Həm buradakı kabel bura qoşulur. Belə deyək. Əvvəlcə köhnə kabelləri açırıq buradan. Kabelləri açdıq. Burada alışdırma şamlarının üzərində müştükləri də olur. Amma bunların çoxu yanıb deyə təzəsi ilə əvəz edəcəyəm. Burada amma salamatdır. Bunu istifadə edəcəyik. Yox, 9 ədəd kabeldir. Bir də mərkəz.
1, 5, 4, 2, 8. Şöyle. İndi inşallah bu maşın ki dəmirçi işi görüləndə bunların hamısı harda dərmə deşiyi var, açılıb yerlər. Buna bağlı qutu demək olar. Böyük başın bağlamaq olar ki. Havadan qaldırılacaq. Görən görüşlər. Burada hamısı Rusun səhvləridir. Sən ucuz başa gəlsin deyə, rahat olsun deyə. Az qala kuşlar usullanır. Az qala yox elə. Bu benzin tökəyi. Oy Allah. Yağ ustasının məsləhəti ilə Sintek 15W40 yağı tökürəm mühərrikə. Başqa bilən varsa münasib bir yağ məsləhət verə bilər şərhlərdə. Sekiz litr yağ gedir mühərriklərə. Kataloqda yazılana istinad edirəm. Hər halda yağı tökə-tökə səviyyəsini yoxlayacağıq.
Yaxşı. Dostlar, yeri gəlmişkən atamı sizə təqdim eləmək istəyirəm. 1983-cü ildən sükan arxasındadır, sürücüdür. Düzdür, ondan əvvəl də maşını idarə edib. Yəni 14 yaşından, 15 yaşından sükan arxasında olub. Kim idi o? Kirayəşiniz idi o. Allah rəhmət etsin. Mustafa adında biri vardı, bizdə kvartirant olurdu. O Samasvaltda işləyirdi o vaxt. Mənim onda neçə yaşım vardı? Hardasa 14, 15 yaşım vardı. 64-65-ci ildə düşür o onda. vaxtlardı. Yəni o vaxtlardan sükan arxasında olub. Yəni təbii ki, indi Xırdalan o vaxt indiki kimi olmayıb, çöldüyü, düzlüyü çox olub o ərazinin. Yəni avtomobillə yeniyetmə yaşlarından tanışdı və mənim də avtomobilə, ümumiyyətlə texnikaya olan marağımın əsas səbəbkarı atam olub. Yəni sürücü olub. Həmişə məni özü ilə tez-tez qaraja aparırdı. Demək olar, bütün marka Sovet avtomobillərini idarə edib. Zil, Uvaz, Kamaz, Kuban avtobusu, Kavz, Volga, RAF mikroavtobusu idarə edib və s. Maşınların hamısını demək olar sürüb idarə edib. Elə yeri gəlmişkən Kuban avtobusu yadıma gəlir, 4 və yaxud 5 yaşım olardı, atam sürürdü. O da 88-ci illə təsadüf edir. Yəni yadımdadır ki, o vaxtı idarənin işçilərlə birlikdə dənizə getmişdilər. Məni də özü ilə aparmışdı və eynən belə avtobus idi ata. Yəni göy rəngdə idi kənarları, qabağındakı o qəfəs mavi rəngdə idi. Eynən belə bir avtobus idi. Və o vaxtdan, yəni mən bu avtobusu görmüşəm və təəssüratım da olub ki, dizaynı həqiqətən də çox xoşuma gəlib bu avtobusun. Hələ mən uşaq olandan tanışam bu avtobusun necə deyərlər. Və
İndi də gördüyünüz kimi qismət oldu. Atam da gətirdim özümlə ki, xeyir dua versin mənə işlərimdə, bu avtobusu görsün. Yəni o vaxtdan gör neçə il Xeyirli, keçib. bərəkətli olsun. Çox sağ olun. Xeyrin görəsən oğlum. Həm Lap yaxşı. neçə il, yəni gənc vaxtı, cavan vaxtı bu avtobusu idarə edir və indi də istədim ki, gəlsin, baxsın, görsün bu avtobusu. O gənclik illəri necə deyərlər yadına düşsün. Və mənə bəzi tövsiyələrin, məsləhətlərin versin. Çünki onun təcrübəsi daha çoxdur. Belə avtobusları, maşınları idarə edib və eyni zamanda idarə eləsin, bəzi xırda nüansları izah eləsin, göstərsin. Çünki mən baxmayaraq ki, deyək ki, məsələn, KAMAZ idarə etmişəm ərazidə, çöldə. Atam verirdi mənə sürməyə, məsələn, UAZ-dır falandır. Amma ki, yəni o şərait ayrı, o yaş ayrı, indiki şərait, indiki yaş ayrı. Yəni elə nüanslar var ki, onu artıq istər-istəməz hardasa təcrübəli sürücüdən bilmək, öyrənmək lazımdır. Və atam da şükür Allaha kifayət qədər təcrübəli sürücüdür. O vaxtdan bu vaxta çox şükürlər ki, bir dəfə də olsun qəza keçirtməyib. Dəfələrlə də olub ki, qəzadan yayındırıb nəqliyyat vasitəsini. Yəni təcrübəsiz sürücülərin ucbatından qəza halları ki, yarına bilərdi. Məsələn, o hallardan, o vəziyyətlərdən çıxıb, təbii ki, Allah qoruyub. Yəni, necə deyərlər, Allahın nəzərləri üstündə olub və həmişə də öz əlinin zəhməti ilə, halal zəhmətlə, halal o sürücü maaşı ilə, sürücü çörəyi ilə bizi saxlayıb, böyüdüb boya başa çatdırıb. Çox sağ ol ata. Sən də sağ ol, var olun. Xeyirli, bərəkətli olsun, ruzqu olsun. Allah bütün işlərimizi əmin eləsin inşallah. Təşəkkür edirəm. Allah köməklə hər şey yaxşı olsun. Sağ ol, var ol. Sən elə həmişə məni bu düzgün yola yönəltmisən. Necə deyirlər, həmişə maraq yaratmısan məndə. Neyi bilmirdimsə, ayətə bu nə cür işləyir, bu maşın nə cür işləyir, filan texnika nə cür işləyir, hamısı mənə izah edirdi, başa salırdı. Yəni o vaxt ki, uşağın deyək ki, başa düşəcəyi dildir. Təbii ki, onların sonradan nə cür işlədiyini, nə cür deyək, yaradıldığını və s. artıq ali məktəbə qəbul oldum, ali məktəb qutardım və s. O dövrlərdə artıq həm kitablardan, həm digər vasitələrlə öyrənirdi, bilirdi və indinin özündə də istər-istəməz bu avtomobillə məşğul olduqca müəyyən nüansları öyrənməli olursun. Məsələn, mən heç vaxt bilməzdim ki, nə vaxtsa deyək ki, Qaz 53 markalı avtomobillərdən yolum kəsişəcək. Açığı deyim ki, məndə maraq olmayıb Sovet avtomobillərindən Qaz 53-ə və onun mühərrikinə, amma indi artıq məcburam. Həm də bu maraq əmələ gələ-gələ həm də bir sevgi də yaranıb artıq bu maşınların, bu model maşınlara. Düzdür, köhnədir, yəni köhnə standartlar əsasında qurulan maşınlardır, amma istər-istəməz onun həvəskarları da var bizim kimi. Və bu avtobusda o zamanın standartları ilə qurulub. Təbii ki, müasir standartlara belə deyək də cavab vermir, komfort baxımından və s. Amma ki, hazırda bu avtobusu biz çalışacağıq ki, elə bir vəziyyətə çatdıraq ki, müəyyən qədər o müasir tələblərə cavab versin. Həm komfort baxımından, həm təhlükəsizlik baxımından. Və əsas məqsəd də ondan ibarətdir ki, bu avtobusu biz karavan edək, yəni təkərli ev. Çünki məhz belə bir ölçüdə avtobuslar karavan üçün mənim fikrimdə daha münasibdir. Təbii ki, bir nəfərin, iki nəfərin gedəcəyi karavan daha balaca ölçüdə ola bilər. Amma ki, mən nəzərdə tutmuşam ki, 4 nəfər, 5 nəfər, 6 nəfərin rahat səfər eləyə biləcəyi bir karavan hazırlayaq. Ona görə də bu avtobusu almışıq və sonraki mərhələlərdə bunun üzərində iş görmək istəyirik. Ağsaqqalımızın xeyir duası ilə. Allah xeyir versin. Nə iş görürsünüz, nə inirsiniz, nə varırsa Allah xeyir versin. Hər şey yaxşı olacaq. Allah'ın köməkliyi ilə. Səbirli, təmkinli olun. Hər şey yaxşı olacaq Allah'ın köməkliyi ilə. Allah var eləsin. Çox sağ ol. İşə sağlıq. Sağ ol.
Benzin nasosu. Şişesini oldu. Karbüratör benzin oldu ondan sonra. Çekir benzin. Doldu karbüratör. Splendi'de bas. Yağın təzyiqi 2-də durur ata. Buna gaz ver. Gaz verəndə 3-ə qalır. Biraz isinsin. Isınandan sonra o düşəcək yiyəsən aşağı. Böyle soğukdur, iki göstərir. Kızanda o düşər o. Motorunu verirsen bana yağ gerekiyor. Koy isinsin.
təzədir. Hə, altısı da. Birdən ikiyə atırsan. Qazlas üstünə bastın, bir dəfə atırsan. Bastın, bıraxdın, tezdən bas, at ikiyə. Bu jiguli deyil, sənsə taxtasan, bir tramvay atasan. Önündə nəsə fərri döyü. Xalastoydu. Keçdi indi. Xalastoy keçdi. Yox. Skorsu keçdi. Hə. Yəni. Yəni indi Deyən bir. onların hamısını nizamlatdıracağım. Görüm də lan. Ver. Yaxşı verim bizdə. Yaxşıdır. Ata Hə. neçənci ildən? 88-ci ildən. Ha, 88-ci ildən 88-ci ildə sürmüşəm bu maşından. Alt ağacı getmişik, nə bilim. Bizim zətdə bazamız var idi. Nardaranda bazamız vardı, istirahət mərkəzi idi orada. Yayda hər deməli subota, vuxadına görürsən ki, işçiləri yığırdı, aparırdı, gedirdilər orada. Bir gün qalırdılar, dincəlirdilər. Hər şəraiti vardı orada. Kinozat da buraxırdılar. Letni kino teatr kimi idi Beləncədə İskəndər. Oturub baxırdıq ona. Ne bilim, çox qəşəng idi, çox yaxşı idi. Dəniz qırağı da yaxında idi. Dənizə gedirdik, gəlirdik. çox az sürdün o avtobusu deyəsən. Ha, bir neçə ay sürdüm. İşçiləri aparıb getirirdim Əhmedliyə. Ancaq çox rahat maşındır. İndi Allah qoysun, bunu da səhmana salarsan, düzəldərsən. Bu qorsu heç xoşuma gəlmədi, yəni. Hə, o biraz çətindir, onlar gərək düzəldirsin. Düzəldərsən, muftanı, ondan sonra bu tormuzu zadı, qaz da ağır basılır. Yayındandır yəqin ki, çox bərkdir. Neyse, bunu əl gəzdirmək lazımdır, lazıma qədər. Çox sağ ol. Allah xeyir versin. Sağ ol, var ol. Vaxt ayırdın, gəldin. Təşəkkür edirəm. Sağ ol oğlum. Allah razı olsun hamımızdan. Sağ ol.